İndi də yenə məhlulların hələ ardın keçirik. Məhlullar birinci hissədə keçdi, bu ikinci partiya keçirik. Demək, omega ilə bağlı olan bütün məsələlərə baxdıq. 3 dənə düsturdan istifadə elədik. M1 omega 1 bərabərdir M2 omega 2. M1 omega 1 üstəgəl M2 omega 2 bərabərdir omega son M1 üstəgəl M2. Bir də yazıq omega bərabərdir M maddə bölü məhlul vur 100. Yəni məsələ həllərində bundan istifadə edilir. Təkcə maddə veriləndə maddənin faizi 100% oldu. Su veriləndə və su olmasın, spirt olsun, fərqi yoxdur. Bəlkə elə spirtdə hansısa maddə həll olur. Yəni həllecində 0% təkcə həlleci olanda. Bunu bildik. İndi KH-dan niyə vururuq? İndi KH keçirik. İndi həll olma. Omega ilə bağlı hər şeyi keçdik. Yəni məhlulda maddənin kütlə payının hesablanmasını keçmişik. Kütlə payı omega ilə işarə edilir, vahidi yoxdur, bunlar deyilir. İndi keçək maddələrin həll olması. Həll olma KH ilə ifadə edilir. KH. Maddələrin həll olması müxtəlif cürdür. Elə maddə var suda yaxşı həll olur, eləsi var zəif həll olur, eləsi var ümumiyyətcə həll olmur. İndi bu həll olmayan maddə heç çöküntülərdir də. Bəs həll olan maddələrə biz neynəsək, hansı şəraiti yaradarıqsa, həll olmaq qabiliyyəti artar və yaxud azalar. Bir düşünək. Suda həll olan bir dənə bərk maddə denək, Yusif. Bərk maddə qumla şey. Suda həll olur qum. Suda həll olan nişasta. Şəkər tozu, su, xörək tuzu su elə deyil. Suda həll olan bərk maddəni, məsələn düşünək. İsti suda duz daha, pesok daha yaxşı həll olar, istidə. Deməli belə çıxırmı ki, temperatur artanda suda həll olan bərk maddələrin həll olması necə dəyişir? Artır. Əzbər bilin ha. Məsələn, yəni o deməkdir ki, KH temperaturdan necə asılıdır? Əgər söhbət bərk maddədən gedirsə, bərk maddədə temperatur artanda maddələrin həll olması artır. Bütün bərk maddələrin yox ha. Məsələn, maddə çöküntü halındadır. Qum suda çökür də. İstəyirsən isti suda elə, istəyirsən soyuq suda elə. Fərqi nədir ki? Yəni çöküntü halında olan bərk maddədən söhbət getmir. Onların həll olmasına heç nə təsir eləmir. Amma suda həll olan bərk maddələrin temperaturunu artırsa, həll olmaq qabiliyyəti artar. İndi baxaq bunu qazlar üçün baxaq. Məsələn, KH temperaturdan qazlar üçün necə asılıdır? Bir dənə düşünək, elə gündəlik gördüyünüz bir şeydən deyək. Soyuq kola daha qazlı olur. Yəni qaz orada daha yaxşı həll olmuş olur. Yoxsa biraz ilıqda, soyuqda. Soyuqda temperatur aşağı deməkdir də. Nə qədər temperatur aşağı olursa qazın həll olması artır. Təzyiqdən. Yox. Nə qədər temperatur aşağı olursa, yəni soyuq temperatur olarsa, qazın həll olması artır. Daha yaxşı üstünü belə vıcı-vıcı görmüsünüz də. Daha yaxşı həll olma baş verir. Yəni qazlarda temperatur həll olma ilə tərs mütənasibdir. Temperatur həm bərk maddələrin həll olmasına təsir edir, həm qazların. Bərk maddələrlə düz mütənasibdir. Yadda saxlayır ki, bərk maddə, məsələn, xörək tuzu isti suda yaxşı həll olur. Temperaturumu artırıram, həll olma da artır. Bu bərkə aiddir. Amma qaz, düşünək, o kolada olan qaz, karbon qazı olur da, qazlı sularda. Nə qədər soyuq olarsa qaz daha yaxşı həll olmuş olar da orada. Soyuq temperatur aşağı olanda həll olma artır. Qazda temperatur həll olma ilə tərs, bərkdə düz mütənasibdir. Deməli, temperatur həm qaza, həm də bərkə təsir edir. Amma təzyiq həll olması bərk maddələrdə təzyiq həll olmaya təsir etmir. Əzbər bilin. Xörək tuzunun təzyiq deyiləsən, həll olmasına təsir etmir. Amma gələk qazlara. Təzyiq qazlarda həll olmada, qarşı buraya yazmalıydım, düz mütənasibdir. Necə bilək? Bax, fikirləşin, bu toylarda zadda şampan zad belə eləyirlər və yaxud uşağa pul versən ki, get Fanta Cola al, o qədər sirkəlir ki, açan kimi daşır. Və yaxud o Fantan dediyimi kimi şampanı nə qədər təzyiq eləyəriksə, daha sürətlə qaz həll olub çölə çıxarmı? 100%. Belə çıxım ki, mən təzyiq verdikcə qazın həll olması artır. Aydın oldu nə dedi? Təzyiq artanda qazın həll olması artır. Deməli, temperatur həm bərk maddələrə təsir edir, həm qazlara. Bərklərlə düz, qazlarla tərsdir. Özü suda həll olan bərkdən danışıram. 4 dənə qaz yox olmuşlar. Nədən? 4 dənə. Hə. Amma təzyiq isə yalnız qazlara təsir edir. Təzyiq bərk maddələrin həll olmasına təsir etmir. İndi bizə deyər ki, hansı maddədir ki, buna nə təzyiq həll olmasına təsir etmir, nə də temperatur həll olmasına təsir etmir. Bu
çöküntü halında olan maddələrə aiddir. Əgər maddə suda həll olunmursa, istəyirsən temperatur ver, istəyirsən təzyiq elə, onun həll olması aidiyyəti olmur. Həll olması yəni dəyişmir. Həll olma indi soruşulur ki, necə hadisədir? Çöküntü demək istəyirsiniz. Yox, bunlara aidiyyəti yoxdur. Sadəcə çöküntü. Aşağı çəkmişsə, hə o. Bu qazdır. Yanındakı bərk. Bu ümumiyyətcə suda həll olan bərk maddə də olsa, həll olmayan bərk maddə də olsa, təzyiq ümumiyyətcə bərk maddələrin heç birinə təsir etmir. İstir suda həll olsun, istir suda həll olmasın. Təzyiq bərk maddələrin həll olmasına təsir etmir. Amma bəs temperatur hansı maddələrin həll olmasına təsir etmir, suda həll olmayan maddələrin həll olmasına təsir etmir, yəni çöküntülərə. İndi deyilir ki, həll olma necə hadisədir? Yəni fiziki yoxsa kimyavi hadisədir? Bax biz demişik ki, elektroliz, hidroliz, nə bilim, dissosiasiya, reaksiyalar hamısı kimyavi hadisələrdir. Çünki yeni bir maddə əmələ gəlir. Amma ərimə, donma, buxarlanma, sınma, şüşə sındı, kristallaşdı, yeni bir maddə əmələ gəlmir, tərkibi dəyişmirsə, bunlar fiziki hadisədir. Həll olma isə həm fiziki, həm kimyavi hadisədir. Nə mənada? Məsələn, uçqan qoyarıq. Məsələn, deyirik ki, xorey duzu suda həll olur. Xorey duzunun suda həll olması o demək deyil ki, nəsə bir cavabda nə alınır, heç nə alınmır, heç nə, elektroliz demirəm ha. Xorey duzu suda həll olanda nə alınır, heç nə, amma suda həll olur. Və ya qələvilər suda həll olan əsaslardır. Suda həll olur, nə alınır, heç nə. Nə bilim, başqa natrium KSO4 olsun, nə olur olsun, suda həll olan maddə o demək deyil ki, hökmən reaksiya gedəcək. Duz suda həll olur, reaksiya baş vermir. Şəkər tozu suda həll olur, reaksiya getmir. Spirt suda həll olur, reaksiya getmir. Reaksiya getmirsə, yeni bir şey əmələ gəlmirsə, demək ki, həll olma fiziki hadisədir. İndi deyirəm ki, karbon qazı suda həll olanda nə əmələ gəlir? Reaksiya baş verir. Və yaxud NO2 suda həll olanda nə alınır? Adidə girəndə HNO3 və HNO2, qızdırılanda HNO3 və NO3 əmələ gətirməyin, NO oksidi alınır. Yəni həll olma zamanı reaksiya baş verdi də, demək ki, kimyavi hadisədir. Bir sözlə, həll olma həm fiziki, həm də kimyavi hadisədir. Həll olma əmsalının vahidi qram böl litrdir. İşarəsi KH-la işarə edilir. Omeqanın vahidi yox idi. Amma bunun vahidi qram böl litrdir mənasını deyəcək ki, nə deməkdir? Bax, buradan yazıram. Buradan ora görsənir. Hə. Deməli, bax, KH vahidi qram böl litrdir. Düsturu nə deməkdir? KH bərabərdir M maddə böl M həlledici. Çox məsələlərdə M su, məsələn, həlledici su verilir. Bəlkə su verilməsə başqa şey verilir. M maddə böl M həlledici vur 1000 ilə hesablanır. Omega ilə qarışdırmayın ha. Omegada M maddə böl M məhlul cəm şəklində. M maddə böl M məhlul vur 100-ü. Amma KH-da M maddə böl M həlledici, yəni maddəsiz versiyası da M həlledici vur 1000-dən hesablanır. Və M maddə böl M su verilə bilər testdə. Su da həlledicidir, vur 1000. Mənası nə deməkdir? Bura baxın, 1 litr və yaxud 1000 millilitr həlledicidə həll olan maddənin kütləsini qramlarla ifadə edən kəmiyyətdir. Həll olma əmsalı nədir? 1000 millilitr həlledicidə həll olan maddənin kütləsini göstərir. Yəni testdə verirlər ki, həll olma əmsalı nədir? 1000 millilitr məhlulda. Biz məhlul adı çəkmir yaxı burada. Amma deyər ki, 1000 millilitr suda, bəli, həllicidir də və yaxud 1 litr suda cümləsində deyə bilər. 1 litr suda, 1 litr həlledicidə həll olan maddənin kütləsini qramlarla ifadə edir. İndi biz bunu biləndən sonra gəl məsələlərinə baxaq. Məsələn, birinci məsələ. 30 qram xörək duzu, məsələn, 70 milli suda həll edildi. Əmələ gələn məhlulda həm maddənin kütlə payını tapan, həm maddənin həll olma əmsalını tapın. Sual bizdən bunu istəyir. Biz də deyirik ki, omeqanı tapmaq üçün M maddə nə qədərdir? 30. Bölərəm M məhlula. Məhlul nə deməkdir? X-nin cəmi 100-ə, vurarıq 100-ə. Bu eləyər 30. İndi, həll olma əmsalını tapmaq üçün maddənin kütləsini bölərəm həlledicinin kütləsinə, vuraram 1000-ə. İndi özümdən yazmışam bugün də cavablar. Cavabı hesablanıram. Yolun bildiniz nə demək istəyirəm? Yəni omeqadan aşağıda məhluldur, KH-da həlledici. KH-da həlledici bax yazmışıq. Omega bərabər M maddə böl M məhlul vur 100-dür. Bunda M maddə böl M həlledici vur 1000-dir.
Məsələn, qarışdırmayın ki, hansında 100-dür, hansında 1000-dir. Necə, nə mənada yadınızda saxlayın. Deyin, omega qatıl faizdir də. Faizi əlbəttə 100-ə vuracam. KH faiz zad deyil ki, mən niyə 100-ə vurum ki? KH-da 1000-ə vuracam. İndi və yaxud başqa məsələ ikinci. 200 qram 40 faizli, nə bilim, kalium hidroksid məhlulu deyək ki, üzərinə 50 milli su gəlmişəm. Əmələ gələn məhlulda maddənin kütlə payını tapdıysa, omeqasını tapaq. Əmələ gələn məhlulda maddənin həll olma əmsalını tap, onu tapaq. İndi omega bərabərdir. Maddə bölü məhlul vur 100-dürmü? Maddə nə qədərdir? 80, başqa maddə yoxdur ki. Böl məhlula. Məhlul 200 var, 50 də gəldi. Düzdür. Maddə böl məhlul vur 100-lə. İndi KH-a baxaq. Maddə bölü su vur 1000-dir. Elə deyil. Maddə 80. 80 böl. Böl 50 yox ha, qulaq as. 200-ün burada 80-ı maddədirsə, nə qədər su qaldı? 120. 120 burada su var. Üstünə hələ su da gəldilər. 170 vur 1000. Yəni aşağıda su yazılmalıdır. Su təkcə bu deyil axı, bunun da içində su var da. Hələcə dediyimiz sudur, tərkibindəkini də qatılır. Düzdür. Bunun tərkibində su var, üstündə də su gəldi. Maddəni böl sular. Su nə qədər var? Hamısı suya vur 1000-ə. Və ya üçüncü. Deyək ki, 200 qram, yenə 40 faizli məhlulun üzərinə gəliblər. 50, məsələn, deyək ki, qram kalium hidroksid. Bu da kalium hidroksiddir. Məsələn, bu da. Mənə deyir, omeqanı da tap, KH-ı da tap. Omega bərabərdir. Maddə böl məhlul vur 100-dür də. Maddə neçədir? 80, üstə gəl 50. 130. 130 böl məhlul. 250. 250 vur 100. İndi KH bərabərdir. Maddə neçədir? 80. Üstünə də gəlbilər axı 50-dir. 130 böl suya. 200-ün 120-si maddədirsə 80-ı su varmı? Yox, 80 şeydir, 120-si sudur. Daha doğrusu 200-ün 80-ı maddədirsə 120 sudur. 120 sudur. Başqa bir su yoxdur ki. Elə deyil. 120 suya bölüb 1000-ə vuracaq. KH-da 1000-ə vururum. Omega-da 100-ə. Çatdı nə dedim? Məsələn, məndə desəydi ki, deyək ki, 4-cü məsələ. 200 qram 40 faizli kalium hidroksid məhlulundan, məsələn deyirəm də, 50 milli su buxarlandırıldı. Əmələ gələn məhlulda maddənin kütlə payını da tap, KH-da tap. Omega bərabərdir maddə. 80. Başqa maddə gəlməyiblər, keçinə. 80. Məhlul. Düz 200-ü də 50-ni çıxıblar, üstünə gəlməyiblər ki. 150 vur 100. KH bərabərdir maddə. 80. Başqa maddə yoxdur. Böl suya. Bunun 80-i 150-yə 20-dən 50. 170 olmalı. 170. Bir saniyə, burada deyirsən. 200 milli məhlulsa, məhluldan da su çıxarılıbsa, nə qədər məhlul qalır? Omega bərabərdir maddə bölü məhlul çıxdı. Burada aşağı nə yazacağam? 120 sıx 50. Düzdür. Burada su 80 qram maddədirsə, nə qədər qaldı? 120-si sudur. 120-dən də 50-si gedib də, üstünə gəlməyiblər ki. Neçə ilə 70 vur. Bəs nə orada yuxarıda 120-dən 50 çıxmadıq. Harda? Omega tapanda. Bax, bir dənə qulaq as. Omega nəyə bərabərdir? Maddə, məhlul vurur. Maddə nə qədərdir? 80. Başqa maddə yoxdur ki. Maddə böl məhlul. Məhlul 200 idi, 50-si çıxıldı. Gələk KH-a. Maddə yenə 80. Böl su. Suya bölməliyəm. 200-dən 50-ni çıxmıram ha. Bunun içindəki sudan bu suyu çıxıram. Bunun içindəki su 80 maddə isə 120-si sudur, 120-dən 50 suyu çıxırıq. Aşağıdan ancaq su yazmalısın, yuxarıda maddə. Bildiniz nə dedi? İndi başqa məsələlərə keçək. İndi məsələn mənə verilir ki, bunlara bu nə düstur keçirik deyək. Məsələn mənə verilir ki, baxın, nə verilir? 40 faizli məhlulda həll olma əmsalını tap, KH-ı sual. Məsələn, hər hansı bir məhluldur, xörəkçüsü məhlul, 40 faizli məhluldur. Həll olma əmsalını tap, başqa işinə rəqəm verilməyib. Mən də nə deyirəm? Düstur nədir? KH bərabərdir. Maddə bölüm su, yəni həll edici, vur 1000-dir mi? İndi bax, əgər məhlulun 40 faizli verilibsə, o deməkdirmi ki, bunun 40 faizi maddədir? 60 faiz sudur da. 40 faizli məhlul nə deməkdir? Məsələn, 500 qram 40 faizli nə deməkdir? 500-ün 40 faizi maddədir.
500-ün 60% sudur, o deməkdir də. Bu da deyirəm ki, 40% məhlul o deməkdir ki, əgər bunun 40% maddədirsə, yerdə qalan faizi sudurmu? Vur. Mindən hesablayarıq. İndi gəl buna uyğun düstur çıxaraq. Düsturu deyək. Düstur nədir bax? Mən KH-ı tapmaq üçün deyirəm omega verilib, fikir verin. Omega var. Deyirəm KH-ı tap. KH-ı necə tapdım? KH bərabər M maddə. M maddə verilən faizi qədərdir. Verilən faizi omeqan verilir. Omega verilib. Aşağıda mən 60-ı necə tapdım? 100-dən omeqan çıxdım, vurdum 1000-ə. Bax bu bir düstur. Amma məsələni eləyin başa düşün, sonra düstur çıxarın. Düsturu əzbərləməyin. Denən ki, KH nəyə bərabərdir? Maddə böl su vur 1000. 30%-li, 40%-li məhlul nə deməkdir? 40% maddədirsə 60% sudur. Mənə deyəcək ki, məsələn 40%-li məhluldur. KH-ı tap. Deyirəm, əgər bu faizi maddədirsə, yəni bu mənim omega nədir yazmışam? KH bərabərdir omega. Faiz olaraq yazılsa. Omega bölə 100 çıx omega vur 100. Amma indi sizə bir şey deyim. İndi əksinə. Bax, omega verilib KH istədimi? İndi əksinə KH-ın verilir ki, məsəl üçün 1500 qram böl litr. Vahidi KH-ın omega vahidi yox idi, bunun vahidi qram böl litrdir. Əksinə KH verib, mənə deyir ki, omeganı tap. Sual belə verilir. Mən də bunun mənasını bilməliyəm. Bunun mənası... Düsturu yazı belə KH-ı 1500 yazaq da. 1500 bərabərdir omega böl 100 çıx omega. İndi yox. İndi görün, indi omeganı bilmirəm, axı nə edəcəm? KH 1500 qram böl litrin birincisi mənası mənə çatsın. Deyirəm, bunun mənası deməkdir ki, 1 litr, yəni 1000 millilitr həllədicidə mənası o deməkdir ki, 1500 qram maddə həll olub anlamına gəlir. Bayaq dedik, KH nə deməkdir? 1000 millilitr deyək ki, suda həll olan maddənin kütləsini göstərir. KH 1500 qram böl litr o deməkdir ki, 1000 millilitr suda 1500 qram maddə həll olub. Bunun mənası budur. Omeganı tapaq. Omega bərabərdir. M maddə böl M məhlul vur 100-dür mü? KH 1500 nə deməkdir? 1000 suda 1500 qram maddə həll olub. Mənim maddəm budur. Mən bir də söz deyim. Orada 1000 olmalıdır da. O düstur yazmış. Sonra ikinci düstur. Orada vur 1000. Bu, hə, burada vur 1000-dir. Vur 1000. KH-ı tapırıq axı. Vur 1000. İndi omega bərabərdir. M maddə böl M məhlul vur 100-dür. Deyirəm KH 1500 o deməkdir ki, 1000 millilitr suda 1500 qram maddə həll olub. Mənası budur. Maddə yazaram 1500, məhlul nə deməkdir? İkisinin bir yerdə cəmi vuraq, 100-dən hesablayaram. Omega belə tapılar. Yəni omega bərabər M maddə böl M məhlul vur 100-dür. M maddəmiz nədir? Verilir. Hə, bax, M maddəmiz nədir? 1500. Böyle məhlulum nə deməkdir? 2500. Deyə sardan bildi 2500-dür. KH 1500 oldu ki, 1000 millilitr suda 1500 qram maddə həll olub. Demək ki, ümumi məhlulun kütləsi 2500-dür. KH 1000-in məhlulu neçədir? Nə? KH bərabərdir 1000. 2500. KH-ın 1000-dirsə məhlulu nə qədərdir? 2500. 2500 hardan tapırsan? 2500 sən hardan tapdın? 1000-dir. Belə Ay bala, 1500-dür. qulaq asın. Danışmayın. Siz, mən bayaqdan özüm üçün danışıram. KH 1500 qram böl litr o deməkdir ki, 1000 millilitr suda 1500 qram maddə həll olub. Deməli 1000 suda 1500 maddə həll olubsa, mənim məhlulumun sağlam olub kütləsi 2500-dür də. İndi deyirəm KH-ım 1000-dir. Yanında 2000. Bəs mənim məhlulum nə qədərdir? Yəni 1000 suda 1000 maddə həll olub deməkdir. Məhlulum 2000-dir. KH-ım 300-dür. Məhlulum nə qədərdir? 1300. Yəni 1000 suda 300 qram maddə həll olub. KH-ım 3000-dir. 3000, 4000. 4000. Yəni 1000 suda 3000 qram maddə həll olub anlamına gəlir. KH-ın 1500-ün mənası nə deməkdir? 1000 suda 1500 qram maddə həll olub. Yəni mənim məhlulum 2500-dür. Düsturdur, omeganı deyir. Tap. M maddə 1500-dür. Böl M məhlula vur 100-ə. Buna uyğun düstur tapaq. Bax. Omega bərabərdir. Mən neynədim? Yuxarıda 1500 yazdım. 1500 nəyimdir mənim? KH-ım. KH bölək. 1000 üstəgəl KH vur 100-dən hesablanır. Bu düsturlar. Yuxarıdakı ikinci yazını düsturu bilsək, üçüncü ehtiyac qalmasa yerinə qoyanda tapırıq. Ya yerinə qoy tab, ya da birdən sabah yəni bu şəkildə verirlər. Eyni şeydir də belə yazıb tapırıq. Çıxarır üstünü eynidir də. Hə, omeganın faizi necə tapıram? KH-ı. KH da verilən maddə idi də. KH-ı bölək məhluluna. Məhlul nə deməkdir? Verilən KH-la 1000-in cəmi. KH-da su 1000 millilitr götürülür. Bu isə çatdı.
İndi keçək kristal hidrat olan məsələlərə. Buramda silim. KH-ın vahidi qram böl litrdir. KH o deməkdir ki, 1000 millilitr suda neçə qram maddə həll olub o deməkdir. KH 500 o deməkdir ki, 1000 millilitr suda 500 qram maddə həll olub. Yəni bunun məhlulu 1500-dür. KH 300 qram, daha doğrusu KH 300 nə deməkdir? 300 qram böl litr nə deməkdir? Məhlulu nə qədərdir? KH 300-dürsə, KH sakit 300-dürsə, bunun məhlulu nə qədərdir? 3000-də. 3000-i hardan tapırsan? Sən bayaqdan yatırsan, nə xəbərin var? Yatmırsan denəndə. Biz bayaqdan nə danışırıq burada? Sən denən KH-ın 300-dürsə, mənim məhlulum 1300-dür. Ay bala, 1000-in üstə 300 gəlirsən. KH-ın 500-dürsə, 1500. 1500-dür də. KH-ın mənası nə deməkdir? Bax, KH 500 qram böl litr nə deməkdir? KH 500 qram böl litr nə deməkdir? 1000 mililitr suda 500 qram maddə həll olub. Yəni 1000 mililitr həllecidə həll olan maddəsinin kütləsini göstərir. İstəyirsən dur ərzəyə su vur. İndi keçək kristal hidrat məsələlərinə. Məsələn, kristal hidrat nə deməkdir? Tərkibində kristallaşma suyu olan bərk maddələrə kristal hidratlar deyilir. Məsələn, bax, kristal hidrat indi sonralar keçəcək bunun. Bu vur 5H2O. Kristal hidrat tərkibində kristallaşma suyu saxlayır. Bunun adını sonra keçəcək ki, miskuporosudur. Onun hal-hazırda məhlullarda bir önəmi yoxdur. Sadəcə adını bilək miskuporosu. Məsələn, mənə deyir ki, deyək ki, deyirəm də, nə verilir bizə məsələlərdə verilir ki 250 qram misis bu məsəl üçün deyirəm ki 90 millilitr suda həll edildi. 250 qram miskuporosu 90 millilitr suda həll edildi. İndi mənə deyir ki 2 dənə sual verir. Əmələ gələn məhlulda misis O4-ün kütlə payını tap və yaxud əmələ gələn məhlulda misis O4-ün KH-ını hesabla. KH doymuş məhlullar üçün də yadınızda saxlayasınız. İndi keçək ona. Neyniyəcəm? Bəzən uşaq çaşır, neyniyir? Deyir ki, omega bərabərdir. Bilirik də düsturu. M maddə böl M məhlul, elə deyil. Vur 100. Və yaxud KH nəyə bərabərdir? M maddə bölə M həll edici vur 1000. Belə hesablayırıq da, yəni bizim düsturlarımız budur. İndi uşaq bəzən çaşıb nə deyir? Omega bərabərdir. Deyir, maddə budur da. Maddə böl. Məhlul da durur 250 ilə 90 cəmləyir, yazır məhlul yerində vur 100. Və yaxud KH-da nə deyir? Deyir, maddə budur, su da odur, götürüb bölür suya 250 bir 90 vur 1000. Bu yolla eləyir. Amma elə deyil. Bax, 250 qram içində 250 qram bu maddənin özüdür. 250-nin içində mən sırf maddəni tapmalıyam da, nə qədərdir? Testdə də bunun emeri verilir 250, bunun emeri 160-dır. Başqa şey elə bil ki, yoxdur. Bunun emeri 250-dir. Bax, 250-nin içində bunun emeri 160 verilir. Bax, 160 qram misis O4 var imişsə. 90. Görəsən, deyək ki, burada 25 qram verilir, məsələn. 25 qram, bəs bunun içində neçə qram misis O4 maddəsi var? 16 qram. Bax, bir də məsələyə baxın. Mənim maddəm 25 qram deyil, 25 qram maddəli və sulu bir yerdədir. Sırf mən maddəni tapmalıyam. Deyirəm, bunun emeri 250-dir. Bunun emeri 160-dır. 250-ni necə tapıblar? 160-ın üstünə gəlir 5 vur 18-i də. Yəni 250-nin içində 160 qramı budursa, 25 qram bu maddənin içində nə qədəsi misis O4-dür. Mən maddəmi 16 tapdım. Başqa maddə gəlməyiblər ki. Burada yazıram 16 qram maddə. Aşağıda məhlul yazmalıyam. Məhlul nə deməkdir? 25 qram var. Üstünə də 90 gəldilər də. Elə deyil, 25 qram bu məhluldur da. 90 da gələnli yazıram, 25 də gəl 90. Vur 100. İndi KH. M maddəni, yenə M maddəni tapmışam da 16 bölməliyəm suya. Su təkcə o deyil ha. 25-in mən əgər 16-sı maddə tapdımsa, nə qədəsi sudur? 9. 9 qram bu məhlumun içində su var. Üstünə də təzən 90 da gəlirlər. 99. Böl 99 vur 1000-lə hesablanar. Və yaxud 250-nin içində, 250 qramın içində 5H2O-nu yazırıq. Aha, 25-in içində 25-in nədir? içində qədərdir. Sən bir şey ki, maddəvi tapmışdın da. Yox, əgər o birinci soruşmasalar da, birinci KH. Onu hökmən soruşur. Niyə KH-ı tapmaq üçün maddəni bölməliyəm? Mən maddəni tapmaq məcburiyyətindəyəm.
Maddəni tapdınsa başını niyə yorsan ki? 25-in içində bu qədər, sən deyən də düzdür ha. 25-in içində bu qədər maddə varsa, yerdə qalanı sudur. Bu su, o da su. Yəni kristal hidratlarda belə elə. Elə bilməyin ki, maddə 25-dir, məhlul düzdür. Məhlul 25 ilə 90 cəmidə qarışdırılan hissələr məhluldur. Amma maddə 25 deyil. 25-in içində maddəli sulu bir yerdədir. Çatdı nə dedim? Nəyi bilmədiniz? Bu da buna uyğun bir şey. Sonra ola bilər məhlullarda sıxlıqla verirlər. Necə sıxlıqla? Məsələn, verilir ki, məsəl üçün deyirəm də, 20 qram hər hansı bir maddə deyərdi, X maddəsi deyim, filan maddə. Məsələn, deyir ki, 80 milli spirtdə həll edilib. Spirtin də rosu məsələdə verilir ki, məsəl üçün deyirəm də 1,76 qram bölü santimetr kubu və s. Maddə bu qədər spirtdə həll edilib, əmələ gələn məhlulda, məsələn, mənə deyir ki, omeqanı tap, bir də KH tap. Omeqanı tapanda M maddə 20 böl M məhlul. M məhlul nədir? 20 üstəgəl. Fikir ver, bu elə bir sudur da, həllediicidir. Həlledicinin V'si də verilib, rosu da. M-i necə taparam? 80 vur 1,76. Yəni bunun M-ini demək ki, rho verilib. Məhlullarda nə rho məsələsi var? Var. Rho məsələsi var. Rho-nu V-yə vurmaqla M-ini tapmış olarıq. Aydın oldu? M maddə böl M məhlul vur 100. Amma karşını tapanda M maddə 20 böl M həlledici. Bu maddə həlledicim budur. M həlledici. Bunu rhosun V-yə vurarıq. 80 vur 1,76. Burada vur 100 idi. Burada vur 1000-dən hesablanar. Aydın oldu. Nəyi bilmədiniz bunlardan? Çətin olmadı. Ay uşaqlar, indi molyar qatlığa keçək. Qulaq asın diqqətlə. Telefonlar qoyun kənara. İndi bir dənə bu düstur da var. Buna uyğun elə çox məsələ düşməyib. 10 omega rho böl M-lə qatlığın tapılması. İndi qatlıqlara uyğun bunlara bu məsələ işləyəcəyik. Deməli, molyar qatlıq. Bu asandır. Molyar qatlıq Cm-lə işarə edilir. Molyar qatlıq, bax, tarazlıqda qatlıq keçmişdir. S nəyə bərabərdir? Nü böl V. Nü böl V. Elə deyil, bununla hesablanır da. Nü mol nə deməkdir? Kiçik M böl böyük M deməkdir. Fizikadan da keçmişsiniz də. Yəni, bunun yerinə kiçik M böl böyük M də qoya bilərsiniz. Cm bərabərdir. Kiçik M böl böyük M. Bu da V. Bu şəkildə qalmır. Biləs ki, bu nə deməkdir? Diqqətlə qulaq asın. Molyar qatlığı necə tapırıq? Cm bərabərdir. Nü böl V üstündən hesablayırıq. Vahidi nə olar? Mol böl litr. Yəni, Cm bərabərdir 5 mol böl litr. O demək ki, 1 litr məhlulda 5 mol maddə həll olub. Vahidin biləndən sonra düsturunu çıxarmaq olur da. Yəni, deyirsən ki, bu mənası o demək ki, 1 litr məhlulda 5 mol maddə həll olub. Buna uyğun belə bir məsələlər də var. Bax, C1 burada məsələn, nü necə tapmaq olar? C ilə V-ni vururuq mu bir-birindən? C1 V1 üstə gəl C2 V2 bərabərdir. Burada elə bir ki, C son, belə yazaq da C son. Buranın həcmi bu iki kütlənin həcminə bərabər, iki məhlulun həcminə bərabər olmalıdır. V1 üstə gəl V2. O birisində M1 omega 1 üstə gəl M2 omega 2. Bu tərəfdə omega 3 M1-lər cəmlənir. Burada da C son, yəni C3 deyilən və yaxud V-lər cəmlənir. İndi məsələlərdə qabağımıza çıxdıqca eləyərik. Belə görüm, qeyri-adi məsələ varmı? Bu qeyri-adi məsələlərə gərək baxaq bilək. Məsələn, qrafikli məsələlərdən bir-ikisinə baxaq. Görüm, qrafiklidən nə göstərilib. Bunları bir-bir elədikcə baxaq. Deyək ki, bax, səhifə 160-da 140-ca baxaq. Səhifə açın 160. Doğru da. Hələ qutarılır. 160'da 143. Kitabı gətirdim. 160-da 143-cü nədir? Deyək, şimdi bu qrafiklərlə nə deməkdir? Qrafiklərlə işləməyin yoluna baxaq. Bizə deyir ki, grafikdə x, y duzunun 100 milli suda həll olmasının temperaturdan asılı grafiki verilmişdir. Bax, qoy birdən kimdəsə kitab olmaz. Tez tələfi bunu çəkin. Bu tez temperaturdur. Burada da verilib ki, x qram, aşağıda da verilib ki, 100 milli suda. Bax, bu 10, burada verilib belə 10.
20. Burada verib 20. Burada verib 30. Burada da verib 30. İndi. Sonra görün məndə nə verilib? Bu nöqtələrlə x, y. Qulaq as. Şəkildədir, qrafikdə x, y duzunun 100 ml suda həll olmasının temperaturdan asılı qrafiki verilib. Lap heç deməsək cümləndə olardı. Mən burada görürəm ki, x, y duzu həll olması verilib. Nədə həll olması? 100 ml suda x, y maddəsinin həll olan maddəsinin kütləsini qramlarla verib, hə? O lap balaca deyil ana. Bir şey ben bilirəm. 15 dollar sən. Yaxşı. Hə, indi mənə dediyin cümləni yazıram ki, x, y maddəsinin 100 ml suda həll olmasının temperaturdan asılı qrafiki verilib. Deyir ki, 30 dərəcədə, deyirəm ki, 30 dərəcə buradadır, burada 30 dərəcədə. Bir dən baxın, x, y-də nə qədər həll olub? 30 qram. Bu deyəs, bu nə deməkdir? 100 ml-də həll olan suyun maddənin qramıdır da. 30 dərəcə deyir deyə mən bu 30-a baxıram. Bunlar lazım deyil. Deyir, 30 dərəcədə 200 ml suda, kənarda yazıram ki, 200 ml suda nə deyirsə? 40 qram duz həll edilib. 40 qram XY duzu həll edilib. Dediyi cümlə budur. Bu məhlulu 30 dərəcədə doymuş hala keçirmək üçün minimum neçə qram duz əlavə edilməlidir? Mən də nə deyirəm? 30 dərəcədən gedir söhbət. Nə qədər maddə həll olub? 30. Nəyin içində 30 qram maddə həll olub qrafikdə? Deyirəm ki, 100 qrafik mənə deyir ki, 100 ml suyun içində 30 dərəcədə 30 qram maddə həll olub. Mənə qrafik bunu deyir. Görəsən. Özü mənə deyir ki, 200-ə 40 töküblər. Görəsən 200-ün norması nə qədər olarmış? 200-ün norması 60 olarmış. Amma bunlar götürüb 40 töküblər. Deyir, daha nə qədər də tökək ki, doysun? 20. Bildiniz mənasını? Bunun mənası nədir? 30 dərəcədən gedir söhbət. 100 ml-də 30 qram maddə həll ola bilər anlamına gəlir. Kənarda da səhədir ki, buna bu tökülüb. Deyirəm, 200 suyun görəsən əslində norması nə qədər olmalıdır? 60 olmalıdır. Amma bunlar 40 töküblər, az töküblər də. Sual deyir ki, 200-ün üzərinə 40 töküblər. Bunun doyması üçün nə qədər maddə gəlmək lazımdır? 20 qram maddə gəlmək lazımdır. Sonra qoy görə biraz fərqli məsələlərə baxaq. Fərqli məsələlərə dərsdə baxaq onda.